İndi nə dəyişilibdir? Bizim dövrümüzdə, yəni, məsəl üçün bunun açığı deyim, bizim dövrümüzdə mesela adamlar adamdan qorxmurdular axı. Heç kimdən ehtiyat eləmirdi. Prezident aparatının qabağı axşama kimi adamla doluydu. Üzr istəyirəm bir dəqiqə. Bu çox vacib bir məqamdır. Bayaqları dediniz ki, İskəndərin qorxusundan heç kəs küçələrə çıxmırdı. Yox, o birisi. O birisilər. Yəni, qorxanlar var idi. Qorxanlar istənilən halda var və qorxu insanın deyil, daha çox... Bəli. İstənilən halda qorxu var. İskəndər Həmidov nə istifa verdi Daxili İşlər Nazirliyinə? O, biraz çox mürəkkəb məsələ idi. İskəndər Həmidov mənə dedi ki, Kəlbəcər gedəndən sonra mən özümü mənəvi cəhətdən sınıq hiss edirəm. Artıq öz adamlarıma belə əmr verəndə görürəm ki, əmrim belə yumşaq çıxır. Özümü o iradəni hiss etmirəm ki, deyim və üstünə durum. Görürəm ki, mənim əmrimin effekti düşüb Kəlbəcər getdiyinə görə. Ona görə mən istifa verirəm. Doğrudan bu lirik, sentimental iddia səbəb oldu ki, Prezident öz Daxili İşlər Nazirini istifa versin. Səbəblər var ki, İskəndər bəy onu mənə açıqlamadı. Mən ona imkan vermədim. 2-3 dəfə dedim ki, sən gəl yerinə mavinlərin baxsın, tapşır birinci mavinlə, özün get bir dincəl, gəz, sonra gəl, yəni işini davam etsin 1 ay. Dedi ki, yox. Getdi bir 3-4 gününü fikirləşdi. Sonra gəldi ki, yox, mən qəti qərara gəlmişəm. Açığı budur. Bir dəfə dedi ki, dedim, olmaz. Bu gün ağır vəziyyətdə gedməməlisiniz, getməməlisiniz. Mənim, bu açıq şərtdir. Pəncərədə açıqdır, prezident otağında. Pəncərənin yaxınına getdi. Dedi ki, istəyirsən özümü bu pəncərədən atın, mən balalarım yetim qalsın. Sənin məndən nə qəsdin var? Çox əsəbi, gərgin və üzündə qan vururdu. Qıpqırmızı qızardı. Və mən fikirləşdim ki, bu artıq ağır şeylərdir. Dedim, özün bilərsən. Daha mən müqavimət göstərmirəm. Və ondan da qutardım. İskəndər Həmidov Daxili İşlər Naziri idi hələ. Yəni, amma Kəlbəcər artıq getməkdə idi. O vaxt yadınızdadırsa, o Daxili İşlər Nazirliyinin binasında oturmurdu, otururdu Azərnəşrin binasında. Bilirdiniz bunu? Bəli, bilirdim. Daxili İşlər Nazirinin özbaşına Daxili İşlər Nazirliyi binasından Azərnəşrə yerləşməsində siz prezident olaraq necə qəbul eləmişdiniz? Yox, cür özbaşına yerləşməmişdi. O, belə bir şey vardı ki, Kəlbəcərə yardım yaradılmışdı. O, özünə başçılıq eləyirdi. Onu Daxili İşlər Nazirində olmaz. O, yardımı Daxili İşlər Nazirində olmaz. Dövlət idarəsidir. O cür olmaz nazirlik. Orada gətirin ora. Ona görə də o orada da olurdu, Daxili İşlər Nazirliyində də olurdu. Gedib orada otururdu ki, ona nəzarət eləsin ki, Kəlbəcərin azad olması üçün pul toplanırdı ki, silah alınsın və məsələ yardım edilməsin. Ona görə orada otururdu. Və sizə elə gəlmirmi ki, dövlət aparatında işləyən məmurlardan birinin təsadüfən öz xidməti yerini başqa bir kabinetə dəyişməsi 1993-cü il iyun hadisələri ərəfəsində başqa bir dövlət məmurunuzun öz kabinetini artıq bu dəfə daha ciddi səbəblərdən başqa bir kabinetə dəyişməsinin ənənəsinin əsasını qoydu. Mən konkret olaraq Daxili İşlər Nazirliyi binasından Gəncə hadisələrinə bu və ya digər dərəcədə təsir göstərmək niyyətində olan məmurlara nəzərdə tuturam. Bilirsiniz, o elə deyil. Bütün dövlətlərdə də o var. Yəni, elə olur ki, məsələn, hamı fikirləşir ki, bugün prezident aparatında olacaq. O məsələ çox da diqqətdən olmasın deyə onu müəyyən bir nazirlikdə toplanırlar. Bizim məsəl üçün elə toplantımız olub ki, biz onu gedib müdafiə nazirlərinin işçilərini çağırmalıydıq. Demişik 5-6 nəfərdir, onları çağırınca. Elə 2-3 nəfərdə gedib orada həll edirik. Gedib, məsələn, yerində həll edirik. Daxili İşlər Naziri daha çox Azərbaycanı əlaqələndirdiyinə görə baş nazir oraya gedə bilər. Gedib otura bilər Daxili İşlər Nazirliyində. Burada elə bir təhlükəli şey yoxdur. Çünki telefonların da özünün şəbəkəsi var, əlaqəsi var, falan var, buradan oraya. Gedir, oturur orada, birbaşa nazirin yanında, nazir deyir, buradan əmrini ver. Nazir də oradan başlayır, işləyir və burada bir yerdə işləyirlər. Elə şeylər, xüsusən də fövqəladə vəziyyətlərdə, xüsusən ağır vəziyyətlərdə elə eləyirdilər. Siz götürün, deyək ki, bir sıra mən dövlət başçılarının tarixi haqqında oxumuşam, kitablar oxumuşam, orada dedi ki, filan qərarlar verildi, amma öz kabinetində deyildi, başqa yerdən getdilər, verdilər. Olur, o fövqəladə vəziyyətlərdə elə şeylər olur. Çox maraqlı sualdır. Ancaq bunun bir tərəfi var. Nədir bunun tərəfi? Burada Heydər Əliyev və Əbülfəz məsələsi deyil. Burada məfkürələrin toqquşmasıdır. Bu təzə deyil. 30 ildir biz Heydər Əliyevlə bax bu cürük. Ortada bir yaxınlıq oldu. Nə vaxt oldu? Bir oldu, bilirsiniz, mən deyim, Heydər Əliyev gedib SER-in siyasi bürosunun üzvü olanda mən onda doğrusu onun marağım və meylim artdı.
Azərbaycandan bir nəfər gedib SSR-nin siyasi bürosunun üzvü olub. Və ona qədər onun əleyhinə nəyi danışırdımsa dayandırdım da. Siz bilirdiniz ki, o vaxt bu imperiyadır. Bilirdim. Amma fəxr edirdiniz ki, imperiyanın başına dayan adamlardan bir Azərbaycanlıdır. Bilirsiniz nələr vardı? Fikirləşirdim ki, orada qərarlar çıxarılır, ermənilər qərarları elə çıxardırlar ki, Azərbaycanın tam zərərini olsun. Bu, heç olmasa onların müəyyən hissəsinin qarşısını alacaq. Bax, bu şərtlə bunları düşünürdüm. Məsəl üçün, mən deyim ki, bunu indi açığı demək lazımdır mənim şeylərdə. Deyək ki, Baqramyanın qardaşı Bakı Sovetində işləyirdi. Bakı Sovetini bax, əlində fırladırdı. Heydər Əliyev gəldi, getdi oraya. Baqramyanla arası dəydi. Heydər Əliyev o qardaşını uzaqlaşdırdı tamamilə. Da Bakı Soveti onun əlindən çıxdı. Belə şeylər vardı da. Şəxsi düşmənçiliyi olsun. Nədirsə, aman xeyri edirdi. Ki, məsəl üçün deyək ki, və yaxud ermənilər məsələ qaldırırdılar ki, Azərbaycanda panturkizmi var. Bu demək ki, təzədən deyək, bir neçə dəfə eləmişdilər də, 50-ci illərdə yenə qaldırdılar panturkizmi. Yadınızda da 50-ci illərə baxın, Səməd Vurğunu tutmaq istəyirdilər. Və Səməd Vurğun haqqında yazdılar ki, Səməd Vurğun artıq Sovet ədəbiyyatını yad ünsürləri aparıb çalıyıb. Misal gətirdilər, Vaqifi tərifləyib, türküb. Və bir neçə adamlar həbs elətdirdilər həmin vaxt. Bu vaxtı da, o vaxtı da ermənilər məsələn sonradan qaldırdılar. Mən həbs olunan vaxtda 75-76-cı illərdə artıq söhbət gəzirdi. Azərbaycanda panturkizmi var. O məsələni SSR-dən böyütmək istəyirdilər ermənilərin əli ilə. Məsələn, deyək ki, Heydər Əliyev çıxdı elədi ki, Azərbaycanda panturkizmi yoxdur, güclü ideologiya var, nə biləyim, kommunist ideologiyası filan. Məsələn, deyək ki, bu məsələləri düşünərək fikirləşirdim ki, məsəl üçün, bu zərbələrin nisbətən bir hissəsinin qarşısını ala bilər.